salamlar olsun eşidən hər kəsə, vətən deyib vətəni sevən hər kəsə. Mən İslam lerişli edim söhbəti, dinləyin eşidin siz rəvayəti. Uşaqlığımdan çəkirəm mən əziyyət, gözümdə olmayıbdı şan nə şöhrət. Biraz huzur istəmişəm sadəcə, axtarıram mən onu gündüz gecə. Baxan qıraqdan düşünür kefdəyəm, da bilmir ki mən yetim nə gündəyəm. Şairəmsə sözdür gələn əlimdən, söhbət edim sizlərə talihimdən. Bu vaxtda can kasıbçılıq görmüşəm, ömrümü mən min əziyyətlə sürmüşəm. Uşaqlıq illərimi yadıma saldım, mal-qaranı gedərdim axtarardım. Elə ki qaranlıq düşərdi hər axşam, gedib qaranlıqda itərdim tamam. Bütün meşəni gəzərdim axtarardım, qaranlıqda əziyyətlə tapardım. Tikanlı kollar kəsərdi ayağımı, eşidən olmayıbdı mənim sorağımı. Elə ki gəlib çatardım mən ünvana, elə baxardım ayaqda süzülən qana. İşləmişəm min əziyyətlə böyümüşəm, mən nə yaşamışam nə də gün görmüşəm. Hələm düşür yadıma məktəb illəri, düşünmək istəmirəm həmin günləri. Heç kimə olmayıb acı rəftarım, geyinməyə fərli yox idi paltarım. Baxmayaraq amma yaxşı savadla, bitirmişəm məktəbi istedadla. Etməmişəm davam olmadı imkan, çünki kasıblıqla keçirdi dövran. Ötürmüşəm bu cür mənə illəri, min əziyyətlə hər keçən fəsilləri. Mən böyüdüm elə ki çatdı vaxt məqam, 18-ə keçmişəm olmuş tamam. Yaşım tamam hərbi hissədə oldum, mən malada 3 ay Gəncədə oldum. Salam olsun qazilər, veteranlar, bizi bizdən yaxşı məyər kim anlar. Kimsə də səhv tutmasın bu İslama, bölünmələr oldu düşdü yavdama. Cavan yaşımda çəkmişəm əziyyəti, mən 15 ay postdakı məsuliyyəti. Xidmət edib çiyinlərdə daşımışam, bu vaxtda can çox əziyyətlə yaşamışam. Hər insana onun əzizdir eli, 2016-cı ilin apreli. Keçirirdi ordum hərbi yürüşlər, həmin vaxtı başlamışdı döyüşlər. Mən fəxirlə sinəmə asmışam medal, döyüşlərdə iştirak etdim fəyal. Zaman keçdi bitdi bu xidmət belə, söhbətimin davamı vardır hələ. Xidmət edib yurdum Azərbaycanı, təxris olub yönəlmişəm ünvana. Yenə də həmin kasıbçılıq həyatı, mən danışım dinləyin əhvalatı. Tələbatını dedim ödəyərik evin, dedi ki atam borc yazılıb 50 min. Sən hərbidə olarkən işləyən yox, borca xərcə girmişəm ki olaq tox. Sanki mənim bağrımı yardı sözlər, danışa danışa yaşla doldu bu gözlər. Dedim mərahat olma atam sən qəti, sən ki mənə öyrətmisən sənəti. İşləyərəm dayanmadan ödəyərik, hissə yuvanmadan ödəyərik. İşləməyə bir dənə yer götürdüm, orada özüm işləyib iş görürdüm. Axşama dəysir sifətim yana yana, lök batanda mən tanındım hər yana. Pul qazanım gedərdim ünvanlara, tanınmışam xeyli mən insanlara. Bu min molla biraz da keçdi müddət, borcu biraz azaltdım çəkib əziyyət. Gəldi çatdı 2020-ci il, başlamışdı onda döyüşlər qəfil. Gəldi mənə gözlədiyim bir xəbər, vətənə xidmət etməlisən müxtəsər. Mən onsuz da hiss eləyib bilirdim, sən gələcək telefonumu güdürdüm. Düşünürdüm kimdi axı erməni, nəysə vainkamat çağırmış məni. Ağcabədiyyə tutmuşuq istiqamət, gəlib çatmışıq bu yerə nəhayət. Bir-iki gün çıxdıq orada meydana, yola düşdük Cəbrayıl'a yan yana. Döyüş keçdi Cəbrayılın düzündə, vuruşmuşuq bu badlının özündə. Biz heç zaman çəkilmədik təkliyə, baxdıq orada ən uca yüksəkliyə. Məhv elədik döyüşdə düşmanları, itirmişik gör necə oğlanları. Şəhidlərin ruhuna rəhmət olsun, hamı desin yerləri cənnət olsun. Biz vətəni həmişə əziz bilmişik, bir əmrlə getmişik, döyüşmüşik. Min şükür ki torpağı azad etdik, gör necə həsrətliləri şad etdik. Çətinliklə olsa da başa vurduq,
44 günü biz də yaddaşa vurduq. Zaman keçdi, bitdi bu qəmlə həsrət. Alnı açıq qayıtdım evə əlbət. Sonra özümdə şeiriyyatın adın kəşf elədim meyxana istedadın. Başladım ki söz yazım yaradım mən. Özümü sənətdə belə yoxladım mən. Bəs eyləyər bu cümlənin yarısı. Axşamıydı bir gecənin yarısı. Tofiq üçün birə meyxana yazdım. Ən birinci mən də bu cür tanındım. Sonra hamı başladı axtarmağa, dost danışa meyxana yazdırmağa. Mən bu işə baxdım özüm sevindim. Abicdiklərim çoxalır bilirdim. Mən bu işi başqa səslə etmişəm. Ramil Qarabağlı yolum getmişəm. Yaxınlarından olmuşam icazə. Haram yeyib getməmişəm güdaza. Gördülər ki tutuz durmuşam yaman. Sağda solda atdılar o yan bu yan. Kopyalayıb mənim trendim ilə çoxları pul qazandı atdı hilə. Cəmaət aldanaraq onlara yaratdılar şəraiti bunlara. Nə məcburdu haram yolla qazanmaq. Kişiyə həmişə yaraşdı düz dolanmaq. Mən onsuz da etdiyimi etmişəm. Sənət nədir hamıya sübut etmişəm. Özünüzü cırsanız da xeyri yoxdur. Hal-hazırda tələbat mənə çoxdur. İndi çıxıb bəziləri söz yazır. Axıllı insanların itiqazı. Sizin onsuz imkanınız var idi. Kasıb oğlan qazansan olar idi. Məndə də lovğalanma yox neyniyək. Sizdə qəti utanma yox neyniyək. Məni tanıyanlar bilir ki kiməm mən. Məcbur eylədiz bunları deyəm mən. Məni tanıyanlar bilir ki kiməm mən. Məcbur eylədiz bunları deyəm mən.